Deməli, R sıfıra yaxınlaşanda biz dedik ki, qısa qapanma hadisəsi olur. Gəlin bunu burada göstərək. Belə ki, bu məxrəc sıfıra yaxınlaşanda, e, sıfıra yaxınlaşanda bu kəsirin qiyməti sonsuz böyüyür. Yəni bunu sıfır eləsək, onda nə qalır? Epsilon böl R olur. Bax, həmən bu i-nin maksimal qiymətinə qısa qapanma cəryan şiddəti deyirlər. Qısa qapanma cəryan şiddəti. Buradan yazaq. Qısa qapanma cərəyan şiddəti. Qısa qapanma cərəyan şiddəti İQQ yazılır. İndeksinə İQQ yazılır. O da bərabər olur. Epsilon bölünsün R-ə. Epsilon bölünmüş R. Bax, bu qısa qapanmanın e, düsturudur. Qısa qapanma cərəyan şiddəti maksimal olur bu arada. Yəni cərəyan şiddətinin ən böyük qiymətinə uyğundur. Və belə olanda da U sıfıra bərabər olur. Yəni U bərabər olur sıfıra. Yaxşı. Bunu biləndən sonra e, cəryan burada bir neçədən çox gözəl vacib qrafiklər var. Onları mən sizə mütləq şəkildə deyəcəm. Birincisi bu düstura aid olan qrafikdir. Buradan görürük ki, i ilə r tərs mütənasib asılıdır. Amma müəyyən bir qiymətdən başlayaraq tərs asılı olacaq. Təbii ki, o müəyyən qiymət hansı qiymətdir? Qısa qapanma qiyməti. I ilə r tərs asılıdır. Yəni bu ohm qanunda kim deyil də, bax belə bu şəkildədir. Bu başladığı qiymət qısa qapanmanın qiymətinə uyğundur. Sonra bax burada bu minus ədədi azaldırda u ilə eğrim bu düstura əsasən u ilə i xətti qanundan azalacaqdır. U ilə i xətti qanundan azalacaq. Onu mən sizə qeyd edeyim və oradakı nöqtələri siz çox yaxşı öyrənməlisiniz. Hansı nöqtə hansı işə yarayır. U-nun i-dən asılı qrafiki bu formada olacaq. Baxın. Bu formada olacaq. Deməli, bu nöqtə qısa qapanmaya uyğundur. İyi, qısa qapanma cəryan şiddətinə uyğundur. Bu nöqtə isə EHG-yə uyğundur. Sonra burada U-nun epsilondan asılı qrafiki var. Ya R-dən. U-nun R-dən asılı. Bax, R kəsin sürətində də var. Məxrəcində də var. Sürətində vurmadır, məxrəcində toplamadır. Vurma toplamadan daha çox artmaq deməkdir də. Ona görə U ilə R, yəni R artanda burada bilin ki, U da artır. Amma biz deyə bilmərik ya, R 3 dəfə artanda U da 3 dəfə artır. Deyə bilmərik. Amma sadəcə bircə kəlmə onu deyə bilərik ki, U artanda və R artanda U da artır. Yəni onun qrafiki bu formada olacaq. Necə ki, bərabər yavaşan hərəkətdə yolun zamandan asılı qrafiki necə idisə o şəkildə. Baxın bu formada asılı olacaq. Bu da ki, onun maksimal qiyməti epsilondur. Sonra i epsilondan asılı var. I də epsilondan düz asılı olacaq. Bu formada. Bunlar qrafikləridir. İndi mən sizə danışacağım cəryan mənbələrinin faydalı iş əmsalı. Cəryan mənbəyinin faydalı iş əmsalı. Cəryan mənbəyinin faydalı iş əmsalı. Qısaca. Cəryan mənbələrinin faydalı iş əmsalı bu formada tapılır. Faydalı gücün tam gücə olan nisbəti və yaxud da mənbənin xaricində ayrılan gərginliyin EHG-yə olan nisbəti. Əsasən bu düsturu yadınızda saxlayacaqsınız. Qoyun mən bunu sizə formada göstərim. Sonra nə iş görə bilərik burada? Çıxarış eləyə bilərik digər düsturları almaq üçün. Belə ki, eta bərabərdir U bölünsün epsilondur. Mən U-nun yerinə i vurulsun R yazaram. Epsilonun yerinə isə i R plus R yazaram. Və buradan i'lər ixtisar gedər, qalar R bölünsün R plus R. Deməli, növbəti düstur oldu. Eta bərabərdir R, R plus R. Sonra nə iş görmək olar? Biz burada U-nun
Digər düsturu ki var. Epsilon minus i düsturu. Onu yaza bilərik. Təzədən yazıram onu buradan. Belə ki u bölünsün epsilon bərabərdir. Onun yerinə yaza bilərik ki, dedik ki, epsilon minus i yaza bilərik. Bölünsün epsilon. Mən epsilon da epsilon çıxılsın. I böl epsilon yaza bilərik. Bu eləyəcək 1. I bölünsün epsilon. Bax, bu da növbəti düsturdur. Növbəti düsturda vacib şəkildə bura yazırıq. Bu düstura aid 2021-ci ildə qəbul imtahanına sual düşübdür. E-tə bərabər 1 minus i bölünsün epsilon. Təbii ki, məsələdə faizlə ifadə edin desə, bunu axırda 100%-ə nə edə bilərik? Vura bilərik. Yəni, faizlə ifadə edin desə, axırda 100%-ə vurarıq. Beləliklə, cəryan mənbəyinin ardıcıl və üzr istəyirəm, cəryan mənbələrinin faydalı iş əmsalında keçdik. Növbəti sonuncu başlıq isə cəryan mənbələrinin ardıcıl və paralel birləşməsi. Cəryan mənbələrinin ardıcıl və paralel birləşməsi. Cəryan mənbələrinin ardıcıl və paralel birləşməsi. Birinci yazaq ardıcıl birləşmə. Bax ki, cəryan mənbələri bu formada ardıcıl birləşiblər. Formada ardıcıl birləşiblər. Bu da dövrənin xarici müqaviməti R-dir. Baxın, bura olsun epsilon 1, bura olsun epsilon 2, burada olsun epsilon 3. Deməli, bir sıra qaydalar var. Əsasən qayda saat əqrəbin əksidir. Mən bunu saat əqrəbi istiqamətdə götürəcəm ki, siz çaşmayasınız. Bax, bu uzun xətt yadınıza saxlayıb müsbət tərəfdir. Bu isə mənfi. Testdə verməyəcək. Siz özünüz bilməlisiniz. Uzun olan tərəf müsbət, qısa olan tərəf mənfi olacaq. Dolanma istiqamətini saat əqrəbi istiqamətində götürdükdə, əgər qarşınıza ilk olaraq müsbət çıxırsa, siz o EHG-ni müsbət götürəcəksiniz. Yox, saat əqrəbi istiqamətdə dolanarkən qarşınıza ilk mənfi çıxırsa, siz o EHG-ni mənfi götürəcəksiniz. İndi gəlin bu dediyimizi bu şəkilə tətbiq edək. Yuxarıdakı şəkilə tətbiq edək. Deməli, epsilon ümumi bərabərdir. Burada, deməli, bax, buradan gedirik, dolanırıq. İlk qarşımıza nə çıxır müsbət? Deməli, mən epsilon 1-i müsbət götürəcəm. Sonra yenə üstə gəlinsin, qarşıma nə çıxır? Yenə müsbət tərəf çıxır. Üstə gəlinsin epsilon 2. Çıxılsın, bax bu dəfə qarşıma mənfi çıxdı. Bax, ilk olaraq mənfi çıxdı. Ona görə də minus epsilon 3 yazıram. Bunu da axıda belə modulda yazırlar ki, söhbət olmasın. Onda bu mənbənin daxili müqaviməti R1, buranınki R2, buranın R3 olsa daxili müqaviməti. Daxili müqavimət eləcənə ardıcıl birləşmədə nətərsə eləcənə toplanır. Ona görə də ümumi daxili müqavimət belə olacaq. R1 üstəgəl, R2 üstəgəl, R3. Yəni, daxili müqavimətlər bu şəkildə tapılacaqdır. Yəni, belə. Yəni, bir sözlə desək, eyni işarələri toplayacaqsınız, əks işarələri çıxacaqsınız. Məsələn, bir dənə də nümunə göstərək. Məsəl üçün, belə bir şəkil olsa, belə bir şəkildir, tutaq ki, 3 dənə epsilondur. Hamısı da görürsünüzmü? Eyni cür qoşulub. Epsilon 1, epsilon 2, epsilon 3. Onda epsilon ümumi olacaq. Epsilon 1, üstəgəl epsilon 2, üstəgəl epsilon 3. Yəni, eyni işarəli olanda toplanacaq. Əksini görən kimi çıxırsınız. Məsəl üçün, bu sualda, məsəl üçün, gördünüz ki, birinci ilə ikinci eyni işarəlidir. Fikir verin, üçüncü isə əks işarəlidir.
Demək ki, eyni işarələri toplayıb əks işarə olanı çıxırsınız. Amma müqamətdə, amma müqamətdə eləcənə toplayırıq. İndi cəryan mənbələrinin paralel birləşməsindən danışacağım sizə. Cəryan mənbələri paralel birləşəndə hökmən və hökmən cəryan mənbələri eyni EHG-yə sahib olur, mütləq. Yəni fərqli ola bilməz. Buradan yazıq B paralel birləşmə. Tutaq ki, 3 dənə cəryan mənbəyi şəkildə göstərildiyi kimi paralel birləşib. Bax, bu şəkildə paralel birləşiblər. Bax, bunlar da deyək ki, belə xarici müqamətə bu şəkildə birləşiblər. Dedik ki, paralel birləşmədə mütləq EHG-lər eyni olur. Epsilon, epsilon, epsilon eyni müqamətlidirlər və burada daxili müqamətlər də eyni olacaq. Yadınızda saxlayın, bu ən rahat qaydalardan biridir. Paralel birləşmədə ümumi EHG bunlardan biri götürülür. Sayından asılı olmayaraq bir dənəsi götürülür, yəni epsilon. Amma ümumi müqamət isə paraleldə müqamət nətərdir? Sayına bölürdük. Bir dənəsinin müqamətini böləcəyik onun sayına. Onda dövrədən keçən ümumi cəryan şiddətini tapanda belə olacaq. Epsilon böl R plus R bölünsün 3. Bax belə əziz şagirdlər, bu gün sizinlə sabit cəryan qanunları bölməsini bitirdik.